Rəbbimiz Allahdır. O, əbədi yaşayandır, ölməzdir. Ondan başqa hər bir şey fanidir. O, bütün yaratdıqlarının qəyyumudur. Göylərdə və yerdə nə varsa, hamı Allaha möhtacdır. Allah istəməsəydi, heç bir şey mövcud olmazdı. O, yenilməz qüvvət və qüdrət sahibidir. Nə isə istədikdə, ona yalnız ol deyər. O da olar. Uca Allah göyləri və yeri 6 gündə yaradıb. Nə yorulub, nə də ki nöqsanlara yol verib. İstəsəydi onları bir anda yaradardı. O, hikmət sahibidir. Uca, böyük, güclü, hər şeyə qadir olan Allah pak və nöqsansızdır. Allah hər şeyi görür və eşidir. İstər ucadan danış, istər astadan. Allah səni eşidir. Əzalarınla etdiyin hərəkəti, qəlbində baş verənləri bilir. Gecə vaxtı, qaranlıqda, istər bütün bədəninlə hərəkət et, istərsə də əlini, ayağını tərpət. Hər bir halda o səni görür. Allah gözlərin xaincəsinə baxışını və kökslərdə nələrin gizləndiyini bilir. Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Onun elmi və istəyi olmadan heç bir şey hərəkət edə bilməz. Allah bütün nöqsanlardan, eyiblərdən uzaqdır. Səmaları, orada olan ulduzları, planetləri yaradan odur. Yer və yer üzündə olan dənizləri, çayları, ağacları, dağları, istifadə etdiyimiz əşyaları, yediyimiz, içdiyimiz ruzini yaradan Allahdır. Uca Allah güclüdür. Hər şeyə qalib gələndir. Elə bir məxluq yoxdur ki, Allahın hökmü altında olmasın və onu öldürməklə ona qalib gəlməsin. Məxluq nə qədər əzəmətli, güclü olsa da Allahın əzəmətinin və gücünün qarşısında zəlil olur. Allah hər şeyi bilir. Gizlində və aşkarda baş verənləri, insanın ürəyində fikirləşdiyini, quruda və dənizin dibində olanları bilir. Ağacdan düşən hər bir yarpaqdan Allahın xəbəri var. Onun icazəsi olmadan heç nə baş vermir. Torpağın altında, qaranlıqlarda əkilmiş toxumdan, növbənöv bitkilərdən xəbərdardır. Ana bətnində olan qız uşağıdır və ya oğlan, nə zaman dünyaya gələcəyini, xəstə və ya sağlam olacağını Allah bilir. İnsan danışmamışdan öncə nə danışmaq istədiyini o bilir. Allah hər şeyə nəzarət edir. Hansı halda olursa olsun, məxluqların halını bilir. Göydə və yerdə nə varsa, istər böyük həcmli, istərsə də qarışqadan balaca olsun, Allahdan gizli qalmır. Allah Teala hər şeydən ucadır, ərşin üzərindədir. Onun tayı bərabəri, bənzəri yoxdur. O əzəmətlidir, yenilməz qüvvət sahibidir. Uca Allah mərhəmətlidir, rəhimlidir. Bizdə olan nemətlər onun rəhmətinin əlamətidir. O, mülk sahibidir. Bizə verilən ruzi, sağlamlıq, övladlar, gecə və gündüzün olması, növbənöv bitkilərin yetişməsi, elçilərin göndərilməsi, kitabların nazil edilməsi Allahın rəhməti sayəsindədir. Valideyn öz övladına necə rəhm edirsə, Allah da öz qullarına qarşı bundan qat-qat rəhimlidir. Bütün nemətlər Allahın rəhməti sayəsindədir. Bizdən yan keçən hər bir bəla Allahın rəhmətinin əlamətidir. Allah-u Teala bağışlayandır. Günahlar nə qədər çox olsa da Allah onları bağışlayır. Lakin tövbə etməyə tələsmək gərəkdir. Allah günahları bağışlayır, eyiblərin üstünü örtür. Qüdsi hədisdə uca Allah buyurur: Ey Adəm övladı, əgər sən mənim dərgahıma yer dolu günahla gəlsən və mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, mən də bir o qədər məğfirətlə gələrəm. Allah hər şeyi yaradan, hər şeyə qadir olandır. Göyləri və yeri tərpənməsinlər deyə tutub saxlayır. Əgər tərpənsələr, ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Allahın izni ilə səmalar yüksəkdə qalır, yoxsa yer üzünə düşüb onu məhv edərdi. Uca Allah hikmət sahibidir. Heç bir şeyi boş yerə yaratmayıb, heç bir ibadəti əyləncə, oyun-oyuncaq olaraq əmr etməyib. Əvvəl də, axır da hökm onundur. Allahın heç nəyə ehtiyacı yoxdur. Əksinə, bütün məxluqlar ona möhtacdır. Əgər Allah səni yaratmasaydı, bugün sən burada olmazdın. Əgər sənin ruzini, nəfəs aldığın havanı yaratmasaydı, sən məhv olardın. Allah göyləri və yeri yaradıb, məxluqlara nemətlər bəxş edib. Uca Allah digər bir ilahi hədisdə buyurub: Ey qullarım, əgər sizdən əvvəlkilər və sonuncular, insanlar və cinlər bir yerə toplaşsalar və məndən istəsələr, mən də onların istədiklərini versəm, bu, mənim yanımda olanlardan iynəni dənizə batırıb çıxartdıqdan sonra dənizdə nə isə əksiltdiyi kimi əksildər. Uca Allahın nə şəriki var, nə övladı var, nə də ki köməkçisi.
ibadət olunmağa, qarşısında zəlil olmağa, təzim olunmağa, əmrinə tabe olunmağa təkcə o layiqdir. Allahdan başqa yaradan, kainatı idarə edən yoxdur. Ona görə də sən, ey müsəlman, ibadətini yalnız onun üçün et. İnsanın gizlində saxladığını, aşkara çıxardığını, nə baş verib, nə baş verəcək, hamısını o bilir. Hətta bir iş baş verməyib və verməyəcək də, amma Allah bilir ki, o baş versəydi, necə olardı? İşləri idarə edən odur, əmr verən, qadağa edən, izzətləndirən, zəlil edən, öldürən, dirildən, hidayət verən odur. Allahın hökmünün qarşısını alan, əmrinə qarşı çıxan tapılmaz. Göylərdə və yerdə nə varsa ona məxsusdur. Dönüş də onadır. Allah öz dostlarını dünyada rüsvayçılıqdan qoruyur. Qiyamət günü isə onları alçaldıcı əzabdan qoruyacaq. O, insanların əməllərinə baxır, hər bir kəsə nəzarət edir. Heç kim ondan gizli qalmır. Mütəkəbbirdir və təkəbbürlü olmaq ondan başqa heç kəsə yaraşmaz. Kim bu sifətdə ona şərik olmaq istəsə, Allahın ona qəzəbi tutar və ona nifrət edər. İstədiyini yaradır və ona istədiyi kimi surət verir. Ruzi verəndir və onun xəzinələri tükənməz. Bu dünyada həm mümini, həm də kafiri istədiyi qədər ruziləndirir. Axirətdə isə yalnız tövhid əhlinə, ona itaət edənlərə verəcəkdir. Bu dünyada olan ən dəyərli nemət hidayət neməti, iman neməti, faydalı elm, salih əməl, hikmətli olmaq nemətidir. Allah öz dostlarını dünyada da, axirətdə də ucaldır. Düşmənlərini isə hər iki dünyada da alçaldır. Uca Allah adildir. Heç kəsə zülm etmir. Qullarına qarşı lətifdir. Onları salamat edir. Onlara iman bəxş edir. Onları əfv edir. Uca Allah gizlində və aşkarda olanları bilir. Qullarının nə etdiklərindən xəbərdardır. Nə edirlər, necə edirlər, harda edirlər, nə zaman edirlər, hamısını bilir. Allah həlimdir. Qulu günah etdikdə onu dərhal cəzalandırmır. Ona möhlət verir ki, bəlkə tövbə edər və Allah onun tövbəsini qəbul edər. O, tövbələri qəbul edəndir. Bütün məxluqlarına yardım edir. Çətinlikdə olan Allahdan yardım istəyirsə, onu o çətinlikdən xilas edər. Kim səmimi olaraq Allahdan sığınacaq diləyərsə, Allah ona kifayət edər. Allah cəmildir, gözəldir. Adlarında, sifətlərində, feillərində kamil olan gözəllik ona məxsusdur. Uca Allah pisliyin müqabilində yaxşılıq edir. İnsanlar ona asi olurlar, Allahı qoyub məxluqlara ibadət edirlər. Amma Allah onlara olan nemətlərini kəsmir, ruzisini verməyə davam edir. İnsanlar günah edirlər. Allah onların günahlarını bağışlayır. Peşmançılıq çəkənin, tövbə edənin tövbəsini qəbul edir. Nöqsanlarını, xətalarını əfv edir. İnsanın yaradılışı, ruzisi, əcəli Allaha aiddir. Öldükdən sonra Allaha qaytarılacaq. Dua edənə cavab verir. Ondan istəyənin istəyini verir. O, hər şeyi əhatə edir. Qullarına ruzi verir. Nemətlər bəxş edir. Onları əfv edir. Onlara mərhəmət göstərir. Onlara qarşı həlimdir. Həqiqətən də şükür, həmd və təriflər ona məxsusdur.